Değerli hemşehriler, her birinizi hoş gördük. Qarabağ Kəpəz oyundan sonra keçilən mətbuat konferansına iştirak edirsiniz. Qonaq komandanın baş məşqçisi Azər Bağırov qarşınızdadır. Azər müəllim, oyunla bağlı fikirlərini bilirsiniz, suallar olsa cavablandırın. Buyurun Azər müəllim. Mən də bir hamını salamlayıram. Qarabağı təbrik edirəm. İllərdir Qarabağa elə gəl ki, döyüş verən komandalar yoxdur. Amma inşallah ki, gələcək üçün hər şey yaxşı olar. Komandalar həm büdcələri qalxar, həm inkişaf eləyər və yaxşı bir mübarizələr görərik. Qarabağı təbrik edirəm. Çempionat münasibəti ilə maraqlı oyun oldu. Mənə elə gəl birinci hissə, ikinci hissə çatdıra bilmədik. O da ehtiyac kamyamızın biraz kasatçılığındandır düşünürəm. İnşallah bunların hamısını elə gəl ki, aradan qaldırmaq lazımdır. Bu qədər. Suallar var. Buyurun. Mətbəx. Hər şey yaxşıdır. Ümumilikdə hər şey yaxşıdır. Yəni özünüz də gördüyünüz kimi 3-cü, 4-cü dövrədən artıq komandanın həm oyununda, həm xallar baxımından irəliləyişləri var. Yəni bugün də hətta birinci hissə mənə elə gəlir ki, siz də razılaşarsınız, yaxşı bir Kəpəz gördünüz. Mətbəxdə də hər şey qaydasındadır. Yəqin ki, sonuncu oyundan sonra daha belə deyim, güc verib artıq bəzi məsələləri həll edəcək bir yerdə. Buyurun. Oyundan sonra fikrinizdə dəyişən futbolçular oldu. Ümumilikdə artıq fikirlərimiz var hər hansı bir futbolçular haqqında. Tək bu oyun çox şey dəyişmir. Çünki buna qədər nə qədər oyunlar keçirmişik. Yəni kimin o kapasitesi nədirsə artıq bəllidir. Yəni bizlə davam edən futbolçular olacaq. Sonuncu tur var. Sonuncu turda da yenə də hər bir futbolçu, yəni bizimkidir, bizləndir. Yəni fikirlərimiz onlara qarşı müsbətdir. Yəni vallahi vara gedən, bilirəm ki, vara gedəndə həmişə müsbət bu tərəfə verilir, həmişə. Amma bizdə nəsə əksinə bu tərəfə verildi, bizim əleyhimizə. Həm yəqin ki, hakimlərin də bildiyi nələrsə var. Ravan da güclü hakimlərimizdəndir. Həm də səhv eləmirəmsə 3-cü dəfədir ki, Qarabağ oyunda bizləndir. Yadınızdadırsa Tovuz'dakı 5-0'lıq məğlubiyyətimizdə də rəvan idi. Sağ olsunlar da, yəni bəzi epizodlar var ki, hardasa biz nəzərə tuturam. Yəni bu gün 34 milyonluq Qarabağa qarşı 3 milyonluq Kəpəz oynadı. Bir də simpatiyanı bu tərəf etmək lazımdır əslində qalanda. Amma biz əksinə qaranda Qarabağa qarşı həmişə simpatiya olur. O zəif komandalara qarşı antisimpatiya olur. Onu da ki, başa düşmürsən ki, nəyə görə belə olur da? Yəni biz həmişə həyətdə böyüyəndə, nə bilim, küçədə həmişə zəifin tərəfində oluruq da. Güclünün tərəfində olmağı nə var ki, ondan asan şey yoxdur. Güclünün tərəfində olar, hamımız güclü tərəfində olar, zəifin başını bıraxar. Doğru deyil əslində. Nə bilim, yəqin də onların bildikləri nələrsə var. Mən hakimlikdən danışmayacağım. Sağ olsunlar. Sual var. Buyurun sual. Tamam. Aslında bu sonuçta bir mesela. Bir kabul edemezler. Ama sizde nöbetçilik daha vacip. Onunla bağlı olması lazım. Yani iş oraya artık bəzi futbolçuları yoxlamaq üçün yox. Yox, əslində də bugün də hər hansı bir futbolçu yoxlamaq fikrimiz yox idi. Yəni bildiniz ki, Xvalko qapıçının sarı vərəqələri var idi, Banın zədəsi var idi. Ona görə onları meydançaya buraxmamışdıq. Amma hər oyun bizim üçün çox vacibdir. Yəni bugün yəni soyunub geyinmə otağında da futbolçulara həmişə bir söz deyirəm ki, bir futbolçunun həyatında oyun nə bilim böyük bir yaddaşa yazıla bilər. Yaxşı və yaxud pis. Həmişə də oyun haqqında fikirləşirsən ki, kaş mən bu oyunda bunu eləyərdim, bunu eləyərdim. O kaşı deməməkdən ötürü mübarizə aparmaq lazımdır meydançada. Mənə elə gəlir ki, yəni bütün oyunlara maksimum şəkildə necə çıxmışıqsa evdə çıxacaq. Yəni Tovuz oyununda derbidir, azarkeşlərimizdən ötürü oynayacaq. Yəni Tovuzda da futbolu sevirlər, Tovuzda da bizi sevirlər, sağ olsunlar, həmişə dəstəkləyirlər. Yəni bu qədər.
Mən ilk oturuşdan rəhbərliyə bildirmişəm ki, bizə yerli futbolçular çox vacibdir. Çünki biz tək yerli futbolçu klubun inkişafı deyil, Azərbaycan futboluna xidmət edirik. Yəni Azərbaycan futbolunda da yerli futbolçular olmayacaqsa, o milli komandamızdan əsər əlamət olmayacaq. Ona görə də yerli futbolçuların inkişafı bizim ən düşündüyümüz tərəflərdəndir. Yəni mənim şəxsən ən düşündüyüm tərəflərdən. Çünki bugün yerli futbolçuya, yəni kim deyir ki, bu legioner limiti yığışdırıldı, yerli futbolçular itəcək, mən əksinə fikirləşirəm ki, inşallah ki, yaxşı yerli futbolçular üzə çıxacaq. Yəni onu bizlər məşqçilər çıxartmalıdır. Yəni yerdə qalan məsələlər mənə gəlir ki, boş buraxmaq lazım. Sağ olun. Təşəkkürlər.